dəfə tətbiq olunan futbol taktikasını sizə danışıram. Diqqətlə qulaq asın. Deməli, Azərbaycan, Portuqaliya. Oyun başlayır. Tofiq Bəhramov adına stadion. Fit çalınır. Ramil, sən, Şeydayev. Oyun başlayan kimi topu, nəyi var? Var gücü ilə vurursan. Qapıya? Deyirəm, var gücü ilə. Nəyi var vurursan ki, top polyadan çıxsın. Bütün Portuqaliya şokdadır. Bu Şahin Diniyev nə fikirləşib ala? Bu nə taktikadır? Ronaldo bir-birinə soruşurlar ki, bu nədir? Mən belə şey görməmişəm axı. Top yoxdur axı. Hara gedir? Neynir? Ronaldo deməli, bütün Portuqaliya ilə birlikdə... Yox, top hara gedir? Top stadiondan çıxırdı, deyən də bir dəqiqədə. Stadiondan çıxır, Tofiq Bəhramov adına stadiondan. Portuqaliya bütün komandası ilə birlikdə stadiondan çıxıb, qaçırlar üzü Gənclik Mall tərəfə. Amma Portuqaliyanın qapıçısı qalıb, onu sonra deyəcəm. O şimdi Portuqaliya 10 nəfər gəlirlər Gənclik Mall tərəfə. Görür, top avtobusun altına girib. Ronaldo gəlir ki, topu belə içinə çıxartsın. Bu moment avtobus sürücüsü dur, ala çəkil oradan qadınlar şəkil. Ay, Estimor, köpək oğlu neyinsə, imkan verir. Başa sizə. O şimdi şüvən qalxıb, bu zaman qayı gəlir. Deyir ki, hörmətli Ronaldo müəllim, sizi tanıdıq, böyük hörmətimiz var sizə. Amma siz avtobus zolağına girmişsiniz, cərimə 100 manat. 100 manat özdə adam başı. Uydu. 10 nəfərdirlər. 100'ü vur, ona nə qədər eləyir? Altının yarısı olmalıdır, səhv eləmirəm. Futbolu bacarmırsan, başa düşdüyəcəm, riyaziyyəti də bacarmırsan. 1000 manat eləyir. 1000 manat. Ay sağ ol. Bu zaman Ronaldo Portuqaliya ilə bir yerdə güclü əsəb keçirir. Başa düşürsən? Bunlar əsəbləşir, top avtobusun altından çıxır, gedir üzü Nərimanova. Ronaldo bunu görür. Çıxır Fətəli xan Xoyuz küçəsinə. Naxadı bir dənə Prius saxlayırlar. Priusu saxlayırlar, 10 nəfər adam minirlər bir dənə Prius. Prius sürücüsü görür, maşınıma kim oturub? Ronaldo. Özünü Naxadı göstərmək istəyir axı. Naxadı Balalinin axırıcı meyxanasını qoyur. Ay canım. Ronaldo düşür psixoloji təzyiq altında. Ronaldo psixoloji təzyiq altındadır. Bu zaman Prius 100% avariya eləyir. Nə gözəl. Tükülərim bizim. Portuqaliya Ronaldo başda olmaqla düşür bizim özəl klinikaların birinə. Gözəl. Klinikada bir dənə administrator çıxır. Ronaldo müəllim, salam əleykum. Sizə böyük hörmətimiz var. Amma adam başı 5000 manat depozit qoyulmasınız. 5000 manat depozit. Başa düşdü? Ronaldo bu moment panik atak geçirir. Panik atak, naxadıq çıxırlar çölə. Sürətlə qaçırlar, sürətlə topun dalınca. Sürətlə də qaçanda düşür bizim radara axır. Bir dənə də cərimə, 200 manat, 4 bal. Ronaldo stres içindədir. Stres. Naxadı bir dənə o qanunsuz satılan sigaret var, şkafçikin içində. Bir dənə ştuçni sigaret alır. Ballı. O ballı xoşdur, mən bilirəm. Ballı. 3 qullam eləyir, atır yerə. Bu təzə cərimələrdir, o zibli tullamaq olmaz. 300 manat. Ronaldo intihar eləmək istəyir. Bu cərimədən sonra intihar. İntihar eləmək istəyəndə Asparkin gəlir, deyir ki, siz burada durmuşsunuz, amma SMS göndərməmişsiniz. Buradan bir dənə də cərimə, 70 qəpik. Ronaldo'nun beyni çönür. Ronaldo'nun beyni çönür, deyir, tüpürün bu oyuna. Tüpürün bu topa, tüpürün vahşi belə həyata, minir təyyarəyə, tüpürüm Airlines.